Ya Allah, Bismillahirrahmanirrahim. Demək, Quran-ı Kərimdə bir ayə var. Həzrəti Nuh Peyğəmbərin duasıdır. Müminin surəsində olmalıdır, səhv eləmirəmsə. Həm də məsum imamlarımızdan nəql olunub ki, bir işə başlayanda həmin o ayəni dua şəklində, dua məzmununda olan ayəni oxuyun. İşlərinizi başlayın ki, bərəkətli olsun. Ayə də belədir ki, Rabbi ənzilni munzələn mübarəkə və əntə xayrul munzilin. İlahi, məni gördüyüm işdə, nazil olduğum işdə, yəni indiyim işdə mübarək elə, bərəkətli elə və əntə xayrul munzilin. Sən bərəkət nazil eləyənsən. Hələ o cəhətdən dedim, bu ayə ilə başlayaq ki, bu ilk, belə deyək, söhbətimizdir bizim. Deməli, bu ayə ilə başlayaq ki, söhbətimiz həm faydalı, mənfəətli olsun, həm də belə deyək, bərəkətli olsun. Hamımızın bərəkətə ehtiyacımız var. Mövzu da inşallah biz çox söhbətlər eləmişik bu barədə. Elə söz barəsində inşallah danışarıq. Sözün özü, bizim yenə deyirəm, çox söhbətlərimiz olub, özümüz danışmışıq. Sözün özünün, məsələn, həm Quran-ı Kərimdən, həm hədislərimizdən, həm ədəbiyyatımızdan çox söz barəsində elə söz deyiblər, danışıblar. Şeirlər, qəzəllər yazıblar. İrfan ədəbiyyatımızda xüsusən buna çox önəm veriblər. Söz barəsində, məsələn, bu şeyləri deyim. Mən qısa şəkildə istəyirəm keçim üstündən, amma məqsədim başqadır ki, onu istəyirəm müzakirə edək. Sözün barəsində deyiblər ki, məsələn, çəkisi ağır olan, dəyəri olan bir söz. Məsələn, bu sözlər çox işlənib. Və yaxud yüngül bir söz. Məna baxımından dolu bir söz. Və yaxud mənasız bir söz. Əslində, mən bildiyim qədəri bu söz yaranan gündən ta bugünkü günə qədər sözün köhnəsi, təzəsi, dolusu, boşu, yüngülü, ağırı yoxdur. Sadəcə olaraq o sözü işlədən, istifadə edən şəxslə bağlıdır, mən belə başa düşürəm. Ki, sözə məna verən, baxır kim deyir və hansı düşüncə ilə deyir, hansı məqsədlə, hansı niyyətlə deyir ki, o sözdə də belə deyək, məna olur və yaxud çəkisi ağır olur. Belə götürəndə sözün özü elə mənalı bir sözdür. Məsələn, yalan barəsində bir şey deyərdim, yəni zehnimdə olan bir sözdür. Ümumiyyətlə, yalan nədir? Məsələn, sən məndən soruşursan ki, filan yerə getmişdin, mən də getmişəm, amma yalandan deyirəm ki, getməmişdim. İşlətdiyim söz getməmişdim sözüdür. Əslində, getməmişdim sözü yalan deyil axı. Sözün özü yalan deyil. Çünki başqa vaxtı onu düz yerdə də işlədə bilirəm. Belə deyək, səhv istiqamətdə də işlədə bilirəm. Getməmişdim sözü, özü bir dənə sözdür. Feildir də, belə deyək. Özü özlüyündə düzdür. Hə, özü özlüyündə düzdür. Sadəcə olaraq mən onu səni aldatmaq məqsədi ilə, belə deyək, əslində mənim oradakı, belə deyək, məqsədim yalandır. Amma söz özü düzdür. Hələ o cəhətdən deyərdim ki, o bəziləri deyirlər, insanın xəyanət elədiyi şeylərdən ən birincisi elə sözdür. Sözün özü, Allah buyurur ki, Əlləzi əhsənə kullə şeyin xələqə. Allah yaratdığı hər bir şeyi gözəl yaradıb. Onlardan da birincisi elə sözdür Allahın yaratdığı. Mən də o gözəlliyə, neynədim? Xəyanət elədim. Əslində onu düzgün yerində işlətməməklə. Düzdür. Burada yəni mənim niyyətimdən asılıdır. Sözüm nədir? Gətirib hara çıxartmaq istəyirəm ki, sözün ağır çəkili olması, bunların hamısı belə deyək, mənim niyyətimdən, məqsədimdən asılıdır. Yəni mən onu necə işlədirəmsə, ondan asılıdır. Bunların barəsində hamısı öz yerində ki, çox sözlər deyilib ədəbiyyatımızda, Quran-ı Kərimdə. Bu, belə deyək də, Allah rəhmət eləsin, Məhəmməd Füzuli deyir ki, xəlqə ağzın sirrini hər dəm qılır izhar söz. Bu nəsirdir kim olub hər ləhzə yoxdan var söz. Yoxdan var olmaq
o irfan ədəbiyyatında belə açıqlayırlar, izah edirlər ki, əslində o ağız ki boşluqdur, söz də ağızdan çıxır da, əslində yoxluqdan çıxır, boşluqdan çıxır. Biraz da dərindən baxsaq, sözün yaranması iki dənə şeyin üstündədir. Bir səsdir, bir də hərflərdir. Səs hardan gəlir? Birinci ciyər, ağciyərimiz havadır verir, nəfəsdir verir, gəlir və səs tellərimiz var boğazda. Səs telləri də həmin səsi tənzimləyir. O səs yaranandan sonra dilimiz, dişlərimiz, damağımız, orada onların da funksiyası budur ki, hərfləri ağızdan belə deyə tələffüz edir, ixrac edir, çıxardır və söz əmələ gəlir. Hər hansısa bir sözü demək istəyirəm. Məsələn, elə qaydaq əvvəlki sözümdə yalan sözü. Yalan özü də bir dənə sözdür də. Yalan sözü, birinci nəfəs gəldi, səs telləri, boğaz telləri onu tənzimlədi və dil, diş, damaq hərfləri orada düzəltdilər və səs çıxdı ortalığa, yarandı və bu əslində hardan gəldi? Bir dənə boşluqdan gəldi. Bu nəsirdir kim olub hər ləhzə yoxdan var söz. Yəni o boşluqdan, yoxdan çıxır. Bu bir mənada budur ya, başqa irfani mənası da var. Artıran söz qədrini, sidq ilə qədrin artırar. Kim nə miqdar olsa əhlin eylər ol miqdar söz. Deyir, kim ki sözə qiymət versə, yəni Allahın yaratdığı bu dəyərə qiymət versə, onu dəyərli bilsə, o cəhətdən əslində insan özü sidq ilə, yəni yalandan yox, xalisanə, bəli, saf niyyətlə, həqiqətən dəyər versə, sözə qiymət verdikcə, söz özü də insanın özünü neynəyər, qiymətli eləyər. Allah qəni-qəni rəhmət eləsin. Biz bu həyatda elə danışıqlarımız, bir-birimizi anlamağımız, bir çox işlərimizin görülməsi, həyata keçməsi bizim danışıqlarımızlandır da, sözləndir ki, ortada bir dənə söz var. Və mənə indi maraqlı tərəfi budur ki, yəni bu barədə çox danışmaq olaraq, mənə maraqlı olan tərəfi budur ki, son zamanlarda əsasən bu biraz belə deyə populyarlaşıb, enerji barəsində, insanın özünün pozitiv və negativ enerjisi və bir çox şeylərdə də düşüncənin enerjisi, inşallah qismət olar bu barədə də danışarıq. Mən istəyərdim elə sözün enerjisi barəsində söhbət eləyək. Mənim özüm üçün, hələ dostlarımız üçün də qaranlıq qalan o, belə deyək, məqamlara aydınlıq gətirək ki, yəni sözün enerjisi deyəndə biz necə başa düşək? Yəni sözdə təbii ki, mən bu biri tərəfdən dedim, məsələn, deyən şəxsin niyyətindən asılıdır. Həzrət Peyğəmbər sallallahu aleyh söz deyib, məsələn, və yaxud məsum imam söz deyib, və yaxud hər hansı bir şəxs bir söz deyib, hətta özü həyatda olmasa da belə, onun sözü görürsən, hələ də dəyərdən düşməyib, hələ də onun, belə deyək, müasir enerjisi qalır. O, bu tərəfdən məlum məsələdir ki, deyən insanın niyyətindən asılıdır, məqsədindən asılıdır ki, o özü bir ona bir deyək, məna yükləyib. Əslində sözün özünün mənası var. Sadəcə olaraq özünün məqsədini yükləyib sözə, belə deyək, deyib o sözdə qalır. O sözdə olan məqsəddir insana təsir qoyan. Amma enerji deyəndə, məsələn, sözün enerjisi necə ola bilər ki, məsələn, qarşı tərəfə müsbət və yaxud mənfi təsir eləsin. Məsələn, bir adama bir söz deyirlər, məsələn, o enerji baxımından baxsaq, deyirlər ki, sözün özündə bir negativ enerji var. Həmin adamın həmin söz iştahasını küstürdü, məsələn. Görsən, halsız oldu, fikrə daldı, qaldı belə. Bu enerji deyəndə, mən istəyirəm o barədə danışaq. Ya Allah, sözün varsa buyur. Söz ümumiyyətlə enerjisi barəsindəki söhbət düşdü. Söz idarə edəndir. Söz düşüncədir, fikirdir, ümumiyyətlə. Aləm sözdür də. Hara baxsan sözdür. Hardan nə eşitsən, yenə sözdür. Nəyə müşahidə eləsən, o da sözdür. Ehtiyatlı davranış, söz incə sənətdir. Yəni, dediyimiz şeirdən o qədər, yəni qəzəldən o qədər anlamasam da, amma dediyimiz o qəzəlin bir enerjisi var idi. Yəni, o iki söz səsləndirir, amma o səs, ciyərdən çıxan səs, bu nəfəsdir. Bu nəfəs sözü də
Biz ona o qədər vərdiş eləmişik ki, müqəddəsliyi barəsində ümumiyyətlə heç düşünməmişik ki, o müqəddəsdir, yəni çox olduqca müqəddəs bir, yəni incə bir davranışa sanki möhtac bir varlıq kimi də məhfumlu bir yaradılışdır. Hələ mən səsdən danışıram. Ciyər vasitəsindən ağırlıq verilən nəfəsdən danışıram ki, biz buna bu cür nəfəs kimi baxırıq. Bu nəfəsin özünün tərkib hissəsi də sözdür. Yəni, hər bir çəkilən nəfəs, hər bir alınan nəfəs, böyüklərdən də eşitmişik ki, elə sizlər də eşitmişik ki, məsələn, bir nəfəsi, bir böyük bir insanın, bir şəxsiyyətin, şəxsiyyətlə ünsiyyətdə olmaq daha doğrusu, məsələn, nəfəsi kifayət edir. Elə heç bir şeylə danışmırlar, amma nəfəs öz sözünü deyir. Nəfəs düşüncəyə səbəb olur. Məsələn, bir insanın susqun şəkildə başqa bir insana baxması, onun hansı halda ona necə baxmasını təyin, tam, dəqiq, yəni hərf və hərf təyin eləməsə, yəni nəyə görə baxır, nə cür baxır, amma enerji olaraq bilirik baxması ki, hansı təsirin altında baxır bizə. Yəni, özü hansı təsirin altındadır. Çünki o analiz eləsək ki, deyək ki, dediyi söz, məsələn, bunu deyim ki, Məhəmməd Füzuli, ki, Allah'a salam olsun, bəyək o nəzimdə dediyiniz o qəzəl, o adamın maksimum pozitiv enerjide olmasından xəbər verir. Çünki belə bir sözün nəzimə düzməkdən ötürü bilgi kifayət eləmir. Hansısa bir elmə sahiblənmək kifayət eləmir. Burada maksimum həlim və mərhəmət və səxavət kimi tanınan pozitiv enerji ehtiyacı olur. Ki, gördüyü hər bir şeyi, müşahidə etdiyi hər bir şeyi həlimlik xüsusiyyətindən istifadə edərək pozitiv enerjiyə çevirir. Enerji çevriləndə bir şey, o hər bir şey nəyəsə çevrilirsə, olur söz. Söz və səs vasitəsilə çatdırılır. Sözün də kainatdan itməsi mümkünsüz olur. Ümumiyyətlə, bir insan dünyadan geçsə də belə, danışdığı söz negativ, pozitiv fərq yoxdur. Yəni, dövriyyənin tərkib hissəsinə keçir və o dövriyyədə öz təsirində negativ ya pozitiv, mənfi və müsbət fərq yoxdur. Hər halda dövriyyədə olduqca mənfisi mənfi tərəfə, müsbəti müsbət tərəfə təsir qoymaqla daim dövriyyənin bir hissəsi olur. Ona görə də ki, hər nə danışsaq, hər nə fikirləşsək, gərək fərqində olaq. Çünki hər bir sözün, hər bir düşüncənin enerjisi maksimumdur. Biz onun fərqində deyilik. Məsələn, bizim halımıza, bizim hərəkətlərimizə, münasibətə, ünsiyyətlərimizə təsir qoyur danışdığımız söz və yaxud da baxdığımız bir yer. Ki, hara baxsaq, hər yer məlumatdır və məlumatlanmağımızdan xəbərimiz olmur. Yəni, məlumatı necə alırıqsa, xəbərimiz olmur. Ötürəndə danışığımızın çox vaxtı fərqində oluruq. Mən inanıram ki, çox vaxtında da fərqində olur insanlar. Amma fərqində olmayan danışıq tərzləri də var ki, o alıb danışdığı məlumatlardır. Eşidib hardansa, ya qulaq vasitəsindən, ya titrəşimlə ki, deyək ki, dalğavari genetika elmi deyən bir şey var, o vasitəylə, deyək ki, titrəşimlə eşidib, oturub onun daxilindədir, mətin dinkadadır. Bu, şuuraltıda ayrı bir şeydir. Yəni, tam insanın genetikasına ait olan bir məsələdir. Yəni, oradan danışacaq, oradan götürəcək o məlumatı. O yazını da ona özü yazıb. Özü yazıb. Nə vasitəylə, məsəl üçün, meyillənib, o yerdə müşahidə aparıb ki, meyillənib, o şeyləri qulaq asıb ki, onlara, məsəl üçün, o hala görə, onun o durumuna, ya fizioloji, psixoloji durumuna görə ona görə qulaq asmayardı. Gərək orada olmayardı. Çünki o çəki ki var, ağırlıq ki var, o çəki onu həm dediyim kimi, o çəki, o sözün çəkisi, ağırlığı onu həm psixoloji, həm fizioloji sıxacaq, aşağılayacaq. Buna rəğmən insan, biz ki bildirdik, buna rəğmən insan gərək danışdığı sözün fərqində olsun ki, nəinki özünə, ətraf mühidə də sanki bir şualanma ötürəcək, radiasiya deyək ki, yəni bu düzdür, rus mənşəli söz də olsa, bu cür daha effektlidir. Mənə görə bu cür daha effektlidir ki, ötürümüdür ki, söz radiasiya tipridir. Məsələn, insanın tərkib hissəsində
kimyəvi məsələn deyək ki, təsirdən çox və yaxud da ki, hansı bir radiasiyanın təsirindən çox böyük radiasiyası var sözün. Yəni, negativ mənada əgərlərim götürsək bunu, eşitdiyimiz və yaxud da danışdığımız sözlər. Bu barədə yəni, düşünməyə dəyər. Mən bilirəm ki, lazımdır ki, hamımız düşünək ki, yəni, danışdığımız söz və yaxud da eşitdiyimiz və yaxud da olduğumuz bir yer, hansısa bir məkan. Yəni, o da gəlir ki, mütləq ki, düşüncəmiz dərin olsun, dərinləşdirək düşüncəmizi ki, danışdığımız və yaxud da eşitdiyimiz sözlərin təsiri barəsində, yəni çox mühümdür, təsiri barəsində düşünmək ki, təsirinə düşəcəm, düşməyəcəm. Fərqindəlik yəni bu mənada. Amma fərqində olmadan astıqsa düşürük, amma bilmirik düşməyimizi. Bir də mənə qaranlıq bir şey qaldı. İstəyərdim onu biraz da açasız. Məsələn, söhbətin gedişatında belə bir dənə şey dedim ki, deməli, bir nəfər məsələn söz deyir, bu söz həm negativ yüklüdür, həm də pozitiv, mənfi ilə müsbət yüklü. Yəni, mümkündür ki, bir söz ikisi də yüklü olsun, mənfisi də olsun, müsbəti də olsun içərisində. Ümumiyyətlə, hər bir işləyən üsulda mənfi müsbətdir də. Yəni, bu bir üsuldur söz özündə. Yəni, əgər hətta pozitiv sözdə desən, onun özünün mənfisi də var da, arxa. Yəni, bir söz deyə bilərsən ki, pozitiv söz deyə bilərsən. Misal verin bir dənə. Misal, amma inançsız deyilsə, söz, inançsız, yəni, xalis ki, bəyək sözdürürsə, xalis. Məsələn, Quran-ı Kərimdə olan ayə ki, dediniz, onun heç bir negativ tərəfi yoxdur da. O söz birbaşa enerjisi müsbətdir, mənfisi hərəkətə gəlməkdə ötürüdür. Çünki dövriyyə, yəni plus minus, yəni mənfi və müsbət olmalıdır ki, hərəkətə düşsün. Yəni ona demək olmaz ki, o negativdir. Negativin özü də deyə lazımlı bir şeydir. Yəni pozitivi tək deyək ki, ancaq pozitiv yox, negativ səbəb olur ki, pozitiv ərsiyə gəlir. Yəni biz negativ, yəni söz demək demirəm ki, hamısı negativ söz danışmalıdır. Əgər potensialda varsa hansısa bir negativ bir şey, ondan çox da məyus olmaq lazımdır. O sənə kömək edəcək ki, pozitivi sən real və normal şəkildə çatdıra biləcəksən. Yenə deyirəm, təbii ki, fərqində olsun. Yəni fərqində olsun, fərqində də olmaq hər bir şəxsin vəzifəsidir ki, bu yəni bir tapşırıq deyil, vəzifədir ki, insan gərək mütləq danışığına diqqət eləsin, çünki ondan ayrılan hər bir söz şualanmadır. Yəni bu özün həm orada şualanırsan, yəni negativ mənada ki, hansı ki, zərər çəkəcəksən, həm də ətraf mühiti zərərləyəcəksən. Bu da sən əhatə dairən ki, var nə qədərdir məsafə, o məsafədə nə qədər bioloji varlıq var, hamısına təsir qoyacaq, təsirsiz ötüşməyəcək. Yəni bütün canlı varlıqlara hətta. Bütün canlı varlıq, yəni hətta bitkilərə. Hətta bitkilərə belə təsir qoyacaq. Necə ki, məsəl üçün bayaq ki, Peyğəmbər İslamdan ki, danışdınız, dediniz ki, onun dediyi söz, danışdığı söz, gətirdiyi kitab, yəni mən heç onlardan demirəm, o sözü barəsində ki, mən sizlərdən eşitmişəm ki, sözü 1400 il bundan qabaq deyib, yoxsa məsələn fərqi yoxdur, 5000 il qabaq başqa bir Peyğəmbər deyib ki, Allah salam olsun. Hər halda ki, o söz bu günləri o qədər incə sənət üsulu ilə deyilib ki, söz. Bu özünü göstərmək məqsədi ilə deyilməyib. Bu xalis enerji ilə, yəni müqəddəs, nəfəsi müqəddəs bilmək, yəni həqiqəti müqəddəs bilmək, həqiqətə ehtiram göstərərək danışılmış sözdür deyə bu gün və nə qədər dövriyyə davam edəcəksə, mənə qədər hamı istifadə edəcək. Hər bir eşidən üçün dərmandır. Biz dərman bilmirik deyə təsir eləmir. Məsələn, bayaq sizin dediyiniz bir ayə, o ayə məxsusən lazım deyil ki, hansısa bir xəstəyə üçün məxsusi bir ayə və yaxud da hansısa bir duadan istifadə olsun. Elə o ayə özü kifayət edir. Ola bilsin ki, elə o qəzəl bir kəsə oxunar, o şəfa tapar, dirilər. Ola bilsin, heç nə, sadəcə o adamın yanında nəfəs alarsan. O nəfəs alarsan ki, sən nəfəsi həqiqət bilirsən, yəni özünkü bilmirsən, yəni bilirsən ki, sən bu nəfəs sənə hədiyyədir. Bu baxımdan demək istəyirdim ki, sözün enerjisi böyükdür, müqəddəsdir, həm də bu mənada ki, sözümüzün əvvəlində dedik, söz pozitiv və negativ dalğa əsasında hərəkətdədir.
Yəni söz bizim sözümüz və aldığımız hətta informasiyalar özləri də neqativ və pozitiv enerji dalğası ilə bizə gəlməkdədir. Ona görə bizim meylimiz ha tərəfədirsə, ən çox o tərəfini götürürük sözün. Bir dənə məsələn bir misal desəm, o istəyirəm yenə qaydam o sözün həm mənfisi var, müsbəti var, enerji baxımından yüklüdür. Məsələn bir pozitiv bir söz desəm, oradan məsələn misal olaraq, oradan məsələn aça bilərsiniz ki, hansı tərəfdən negativi var sözün, mənfisi var. Məsələn sadə bir sözdə, salam əmi, necəsiz? Məsələn sadə bir sözdür. Əslində bu içimdən gələn bir sözdür. Məsələn dediyim, bu biri tərəfdən yanaşıram o məsələyə ki, içimdən gələn bir sözdür. Sevgimi, məhəbbətimi bildirdim, mehribancılığımı bildirdim və hal-əhval tutdum. Bir dənə cümlə, salam əmi, necəsiz məsələn. Burada bu cümlənin içərisində təbii ki, kimə desək, deyəcək ki, pozitiv cümlədir və müsbət enerjilidir. Amma bunun mənfisi arasındadır. Mənfisi buradadır ki, deyilməyin enerjisinə baxmaq lazım, özü demişəm. Deyək ki, salam əmi, necəsən deyəndə orada bir deyək ki, hər halda sayğıya deyilən bir qorxu var. Aha. Sayğıya deyilən bir qorxu var ki, ona əsaslanıb salam vermişəm zaten. Və əvəzində də pozitiv gözləntim var. Deyək ki, pozitiv gözləntim var. O eyni ilə də o da, məsələn, özünü hardasa böyük bilib cavab verməsi, o da onun mənfi və müsbəti də ki, onun cavabı qaytarmasıdır. Hər halda sözün özünün giriş və çıxışı negativ və pozitiv, plus və minusdan müşahidə olmaqdadır. Ki, yəni biz onu indi araşdırmaq, o qədər dərinləşdirmək istəməzdim, amma o salam, o siz dediyiniz salam əmi necəsən, deməyinizin özündə belə məxsusən sizə aiddir o. Onun özündə bir sayğı, yəni diqqətə, bir qayğıya ehtiyaclı bir insanın xalis dediyi bir salam var. Salamı xalis deyil. O xalisliyin özündə, yəni həm mənfi var idi, həm müsbət var idi. Mənfisi onun böyüklüyü və müdrikliyi, onun üçün tərkibi sözündə qorxu da var. O qorxulardan deyil ki, yəni məni əsər duyar falan. Bu qorxu, bu səxavətə deyilən qorxudur. Amma qorxudur deyəndə mənfi tərəfləri var. Məsələn, birinin azı cavab versəydi, daha çox mənfi tərəfi aktiv olacaq. Bəli. Təşviş və həyəcan verəcək. Yox, həlim cavab verəndə mən özümü o cür hiss edirəm ki, o cür hiss eləmək istəyirdim. İstəyirdim ki, bu cavabı alam. Yəni, istəyirdim bunu, yəni bunu şuurda istəmirdim. Bu, mən daxili aləmin potensialında olan qüvvələr bunu istəyir. Yəni, mənim şuuraltımın buna meyili var. Yəni, şuuraltımın, hüceyrələrimin buna meyili var. Mənim bu DNK-mda, elə bir ki, mətin DNK-da dəyişmə ehtiyacım varmış ki. Ona görə o mənada dedim ki, salam, təbii orada mənfisi o idi, müsbəti də aldığımız cavab. Əla. Əla. Mən bir dənə də bir məsələ var ki, bu aydın oldu məsələ. Sözün özünün əslində mənfi və müsbət enerji ilə belə deyək, enerjili olması. Bir dənə maraqlı bir tərəfi budur ki, bəzi insanlar və əslində üstündən keçdiyi bu məsələnin belə deyək, hal-hazırda yaşamırlar. Belə deyək, bu dünyadan köçüblər. Məsələn, Həzrət Peyğəmbər sallallahu əleyhi kimi. Amma sözləri qalır. Hədislər deyirik biz onlara dini baxımdan. O sözlər qalır və o sözlərin özünün də təbii ki, enerjisi var. Məsələn, bir nümunə deyim, bir nümunə danışım. Bir gün Həzrət Əli əleyhissalam yolu Kufəyə düşür. Yolda bir nəfərlə qeyri bir müsəlman olur. Yol yoldaşı olur. Deyirlər ki, hara gedirsən? Deyir, məsələn, mən Kufəyə gedirəm. O da deyir ki, mən də Bəsriyə gedirəm. Elə müəyyən yerə qədər yolumuz birdir. Hələ yolda söhbət eləyirik, gedək. Yolda danışa-danışa gedir. O bilmir ki, bu müsəlmanların imamıdır. Həmin şəxs. Bir xeyli söhbət eləyirlər. Gəlirlər o yol ayrıcına çatanda ki, Əli əleyhissalam Kufəyə dönməlidir. Bu birisi də bu yolla getməlidir. O qədər söhbətləri şirinə alınıb ki, belə deyə düşüblər söhbət, düşüblər deyəndə həmin şəxs daha doğrusu düşüb o gözəl sözlərin pozitiv enerjisinə, dalğasına.
Hə. Heç xəbəri olmur. Birdən ayılır ki, sən demə yanındakı yol yoldaşı, həmsöhbəti, əleyhissalam yəni. Bunu ilə o yoldan dönməyib. Təqribən hardasa məsələn də 1 kilometrə qədər yol gəlib. Birdən baxır, deyir ki, bəs sən deyirdin Kufəyə gedirəm. Dedi, bəli, Kufəyə gedirəm. Dedi, axı sən oradan dönməliydin, yol ayrılmalıydın. Dedi, bəli, dönməliydim, amma bizim Peyğəmbərimiz belə bir şey buyurub ki, kiminlə yol yoldaşı olsun, sənin boynunda haqqı var. Haqqı da budur ki, ondan ayrılanda bir neçə addım onu ötürəsən. Yəni, tez ayrılmayasan onunla. Çünki sən bir müddət, bir neçə dəqiqə, bir neçə saat mı, bununla yol yoldaşı olmuşsan. Əxlaqdır da, ədəbdir də, dinin ədəbi. Deməli, bunu deyəndən sonra həmin şəxs fikirləşir. Biraz fikirləşir, deyir, mən neçə vaxtı bir suala cavab axtarırdım. Tapdım cavabını. Deyir, nə? Deyir, sualımın bu idi ki, sizin Peyğəmbərinizin dini, İslami bu qədər surətlə yayılır, həmin dövrdən danışır. Mən deyir, hikmətini, səbəbini tapmaq istedim ki, niyə görə yayılır? Deyir, orada bildim ki, sən demə, elə belə əxlaqi məsələlərə görə İslam dini belə surətlə genişlənir, sizin Peyğəmbərinizin dini. Yəni, gör, nə deyir, bir nəfərlə nə dostumdur, nə qohumundur. Sadəcə tanımadığın bir şəxslə yol yoldaşı olmuşsan. Amma bunu ilə yenə də boynunda haqqı var ki, tez ayrılmayasan, bir neçə addım gedəsən onunla. Deyir, indi mən bunun cavabını tapdım. Ondan sonra soruşur ki, bu qədər yol gəldi, mən sənin adını soruşmadım, sən kimsən? Deyir, adım Əlidir. Deyir, hansı Əli? Əli ibn Əbi Talib. Deyir, müsəlmanların xəlifəsi, deyir, bəli. Hələ orada əlindən tutur, şəhadət gətirir, İslamı qəbul edir, olur müsəlmanlardan biri. O tərəfinə işim yoxdur. Məqsədim burada budur ki, Həzrət Peyğəmbər sallallahu aleyhi dünyasını dəyişib. Amma buyurduğu o kəlmə ki var, o hədis ki var, o hədisdə Həzrət Peyğəmbər sallallahu aleyhin bir növ özü yaşayıb, baxır, Həzrət Peyğəmbər özü də riayət elədiyi, əməl elədiyi bir işi tövsiyə eləyir, buyurur hədisində. Peyğəmbərin özünün, vücudunun və yerinə yetirdiyi rəftarın və əməlin enerjisi də plus yüklənib hara? Həmin o hədisə. Və o hədis o dövrdə deyilibsə, ta bugünkü gündə də kimə deyilsə bu söz ki, Peyğəmbərimiz belə buyurub, dinindən, əqidəsindən asılı olmayaraq hamıya xoş gələcək bir sözdür. Və bu hədisində müsbət bir enerjisi var da, yəni bu danışdığımız mövzumuza əlaqəli olaraq. İndi mən o dini baxımdan, yəni anladığım cəhətdən deyirəm ki, insanın sözünün hələ pozitiv enerjidən, hətta negativ də olsun belə təsir dairəsi ki var, ki nə qədər, hansı məsafədə təsir qoyur, onun elədiyi, belə deyək, iradəli şəkildə, ixlaslı şəkildə yerinə yetirdiyi əməllə bağlıdır. Çünki sözün altında əməl var. O Qurani Kərimdə buyurur ki, pak gəlmə Allah tərəf ucalar. Onu da qaldıran nədir? Salih əməl. İxlasdır, salih, yaxşı bir əməldir ki, əməldir sözü qaldıranda. Yəni yerinə yetirirsənsə, sözün də belə deyək, sözə də güc verirsən, qüvvət verirsən, enerjisi, o da qalxır yuxarı. Və bu danışıqlarımızın arasında da bu cürdür ki, mən əgər bir sözü deyirəm, təsir qoyursa, deməli bu sözün arxasında mənim əməlim var. Mən onu yerinə yetirirəm ki, deyirəm. Həzrət Peyğəmbər bu cəhətdən ki, özü yerinə yetirdiyi sözü deyib və o da ta bugünkü günə qədər o sözün enerjisi, mən deyərdim ki, 1 qram da olsun, belə deyə öz dilimizdə azalmayıb var. İndi elə o mənim üçün maraqlıdır ki, zəmanəmizin insanları, belə biz də daxil olmaqla insanlar, sözlərinin enerji dairəsi, məsafəsi, ölçüsü hara qədərdir? Məsələn, Həzrət Peyğəmbərin bəşəriyyət, belə deyək, sözü buyurduğu gündən ta bəşəriyyətin sonuna qədər o qüvvədədir, enerjisi yerindədir, qalır. Hətta ondan o tərəfə də davam edəcək, amma bura qədərdir. Amma adi bir insanın, özümüzün, məsələ, özümüzdən misal deyək, sözümüzün enerjisi, məsafəsi nə qədərdir, zaman ölçüsü, müəyyən zamana qədərdirmi ki, da qutardı orada, yoxsa ki, elə bizim də sözlərimiz, burada fərq qoymuram, amma negativ tərəfdən, pozitiv tərəfdən. Deməli, hər kəsin sözünün xasiyyətindən asılıdır biopoliyası, yəni əhatə dairəsi.
İnsanın özünün xasiyyəti yoxsa? Sözünün xasiyyəti. Aha. O necə olur? İnsan özünün xasiyyətindən başqa sözün də xasiyyəti var. Formalaşma vaxtı var da, hansı xasiyyət kiminə işdir. Məsəl üçün deyək ki, onun sözünə xasiyyət verməsinə səbəb olan müəllim. Onun sözünə xasiyyət verən, məsələn, mən öz üslubumda danışsaydım, o sözü, öz xasiyyətim ona hopmuş olacaqdı. O da məndə 1 metr məsafədə onun tərəfə aralanmayacaq. Deyək ki, mənim yanımda qalacaqdı da, yəni özüm yaratdığım bir məhfuma çevriləcəkdi. Bir dənə üzr istəyirəm. Onda belə çıxır ki, xasiyyəti bu cür izah elədiniz də, mən məsələn və sizdən eşitdiyim sözü danışıram. Yəni bu sözün xasiyyəti mənimdir, sizindir də onda. Onu xaricləşdirməmiş danışanda, özəlləşdirməyib danışanda. Təbii ki, yəni əmələ çevrilməmiş, onun təsir qoyması da olmayacaq. Çünki onun üçün deyirlər də öz sözünü danışır. Öz sözünü danışır. Qaldı ki, Rəsulullahdan danışdığı söz, çünki o söz danışdığı, ardınsa kimlərsə, necəsə öyrənmiyor, öz əməlləri nəticəsi, zəhməti əsasında, yəni həqiqətdən aldığı, yəni haqdan aldığı bir məlumatlardır ki, o çatdırır ki, orada haqdır ki, nəinki dünyanı, bütün qalaktikanı əhatə edir. Ona görə də onun dediyi söz elə bir sözdür ki, onu kimsə hara yazsa, onu balta ilə də kəsə bilmərsən. Onun enerjisi sonsuzdur. Qaldı ki, bizim kimi, mənim kimi insanların dediyi söz, o mənim sözümə verdiyim dəyər də xasiyyətlə müqayisə edəcək, o xasiyyətindən asılıdır. Yəni, əsaslandığım, mənbəsi məlum olan, deyək ki, və yaxud da ki, yaşanmışlığımı analiz eləmişəm və başları bir tek mənim başımdan böyük, ona insanlarla elədiyim analizdən sonra gəldiyim nəticə və sonra qərarlaşdırdığım və qətiyyətdə olduğum bir artıq mövzuya çevrilib. Yəni, danışım artıq təsirini ona görə danışmıram ki, təsiri dövrəyə də mütləq olmalıdır, belə bir şey yoxdur. Danışıram ki, lazımdır. Çünki söz dərman kimidir. Və sözümüzün də söhbətin əvvəlində dediniz ki, sözünüzü gəldi, danışırlar, harada ümumiyyətlə danışırlar hər halda ki, sözləri ucuzlaşdırırlar. Dəyərli sözlər var ki, bir şəxsin dərmanı ola bilərdi, amma o qədər zarafatda və yaxud da həqiqət olmayan yerlərdə, lazımsız yerlərdə işlədiblər ki, o söz təsir qoymur. Hətta motivasiya tipli sözlərin özləri də, məsəl üçün, sözün bitdiyi yer, bir çox yerlərdə rastlaşırsan, dəqiqədə yazırlar o sözü. O sözün bitdiyi yer, o söz biraz insana tərpədən sözdür. Onun yerində gərək deyəsən. Məsələn, deyək ki, düzdür, mənim sferam din sfer deyil, amma öz Kərbəladan demiyorlar ki, orada sözün bitdiyi yer, söz ora aiddir. Amma o sözü götürüb başqa bir yerdə, hansısa bir deyək ki, balıq tutanda, məsələn, yaxşı balıq pişirib, orada çayın qırağına yeyib, içib, paylaşıb, bunu sözü oraya əlavə eləmək, o sözü ucuzlaşdırmaqdır, sözü dəyərdən salmaqdır. Çünki o söz dərmandır. O mənada demək istəyirəm. Aha. Buradan da belə bir də anda anlaşılır ki, sözün deyənindən, sahibindən başqa harda deməsi də əsasdır. Ki, o da enerji məsələsində öz rolunu oynayır. Hə, məsələn, tam məlum. Bir dənə də məsələ deyim, elə dərman məsələsindədir. Quran-ı Kərimdə Allah Quranın özü barəsində, Quranda sözlərdən ibarətdir də, sözümüzün əvvəlində danışdığı ki, nəfəslik gəlir, səs telləri köməklə səs yaranır və hərflərdən Allah Bəqərə surəsində elə başlayanda əlif, lam, mim, 3 dənə hərf nümunə misal çəkir, müqəttə hərflər deyirlər buna və sonra başlayır Quran barəsində və müxtəlif mövzular barəsində surənin sonuna qədər Allah Teala danışır və tam elə Quranın axırına qədər ki, bütün sirlər də Quran-ı Kərimin içərisindədir. O 3 dənə hərflə başlaması, müxtəlif sözlər deyiblər varsa, biri də budur ki, Allah demək istəyir ki, yəni mən Quranla ki, möcüzə yaratmışam bu sözlə, bu da hərflərdən ibarətdir. Əlif, lam, mim. 3 dənə hərfi də nümunə olaraq misal çəkir və Quranın özü barəsində vurur ki, Allah Teala şifaun linnas. Bu kəlmələr, o bayaq sizdə düzü, insan şərtdir ki, dərman atsın, sözü özü də bir dərmandır.
Amma Quran biraz da ondan ali söz deyir. Demir dərmandır, deyir. Quran birbaşa şəfadır. Dərman şəfanın vasitəçisidir. Bu vasitəsiz şəfadır. Hə, birbaşa şəfadır. Yəni elə belə deyək də bir dərmanı atarsan, amma dərmanda belə bir şey var ki, biz dərmandan istifadə edirik müəyyən xəstəliyimizin sağalmasına görə. Amma o demək deyil ki, bizim məsələn hansısa bir orqanımıza dərman fayda verirsə, digər orqana təbiidir ki, ziyanları da var. Dərman da belədir də. Quran ona görə dərman sözü işlətmir. Birbaşa şəfası, nəticəsi barəsində danışır. Əgər dərman demirsə, birbaşa şəfa deyirsə, bəs necə olur ki, bəzi insanlara Qurani-Kərimin sözü, Həzrət Peyğəmbərin hələ şəfalı o kəlmələri, böyük insanların sözləri, elə və ya da düz Füzulinin qəzəli də ola bilər ki, bir dərman olsun. Adı danışdığımız bir söz də belə deyək də dəva olsun, şəfa olsun. Bəs necə olur ki, bəzi insanlara bu belə deyək şəfa olsa da, amma bəziləri üçün gəlir, düzdür, Quran ona cavab verib. Bəziləri üçün belə deyək qəbul eləmirlər də, məsələn, acıqları gəlir, xoşlarına gəlmir. Burada sözün özünün enerjisi onlarda qarşı tərəfdən nə baş verir ki, onlara enerji təsir qoymur? Ona görə təsir qoymur ki, yaşanmışlığı ilə eşitdiyi sözü öz keçmiş yaşamı ilə müqayisə edir deyəndə itələmə qüvvəsi aktivləşir. Onun keçmişə dinə və yaxud da ki, həqiqətə bir qıcığı var, istəmir. Özünü cəzalandırmaqla məşğuldur zaten. Hətta onu ölümə aparsa belə, tarix boyuna qədər olub ki, elə İslam tarixində də var belə bir şeylər ki, məsəl üçün haqqa qarşı iddialı olublar, inadkar olublar. Bu səbəbi indi məsəl üçün dövrünə uyğun izahını verən böyük şəxsiyyətlər, böyük kişilər olublar. Şimdi biz də öz sferamızda bugünkü gün üçün, elə o günkü gün üçün də bunu deyirik ki, onların zati məsələdir. Yəni, onların şuraltısı nəyə əsasda formalaşıbsa, ona əsasda ona qulaq asır, o enerji ona negativ gəlir. Çünki həqiqətdir, həqiqətə qızığı var, o istəmir sağalmaq, o istəmir yaxşı olmaq. Çünki onun komfort bir zona, yəni tərqinlə ona hapdolmuş bir həqiqət var ki, negativ mənada həqiqət o belə qəbul alıbdır deyənə, eşitdiyi söz ona fayda vermir. Hətta o insanlara dərman belə fayda vermir. Çünki itələmə qüvvəsi o qədər böyükdür. Onlar sağlamır, çünki özünü cəzalandırma proqramı aktivləşib DNK-da. Yəni, özünü məhv eləmə proqramlaşdırılır. Ona görə özünü hara qədər məhv eləmək lazımdırsa, çünki DNK-lı özü yeni yetmə uşaq kimidir. Onu hara göndərsən, ora gedəcək. Nə desən, onu qəbul edəcək. Yəni, sözə qulaq asan yeni yetmədən söhbət gedir. Yəni, DNK bu sadəcə istəyirəm ki, qısa məlumat verin, izah edeyim nə məsələdir. Təbii ki, yəni bu gündə dövrümüzdə var ki, insanlar ki, müəyyən halına ki, müraciət edirlər. Heç bir halda yəni qəbullanmaq istəmir. Yəni, olduğu... Bir şey soruşa bilərəm, sözü kəsirəm, üzrlə hesab edeyim. Həmin o həqiqəti qəbul eləməyən, dediniz ki, içərisində bir belə deyək, aqressiyası var həmin həqiqətə qarşı. Həmin sözə qarşı, yəni şəfa olan sözə qarşı aqressiyası var, yoxsa həmin o sözün sahibinə qarşı? Sahibinə qarşı kimlərirsə, öz sülaləsində kimlər və yaxud da müşahidə elədiyi insanın dərs aldığı bir kəsin sülaləsində kimisə ola bilər. Amma bu adamın yox, bu adamın fərqindədir, bu sözün özünə qıcığı var. Məsələn, oruç tutmaq sözünə. Qıcıq olan adam var ki, öz-özündən şeylər çıxartır. Niyə görə bu qədər iddialıdır? Yəni, heç bir dəlil də yox dəlində. Heç bir dəlil olmadan mədəsi ağrıyır, insan ac qalar, nəsə olar, özündən götürdü. Yəni, özünün fikirləşdiyi, özünün bir 5-6 nəfərlə gəldiyi, sizin danışıq vasitəsilə gəldiyi bir qərarla orucluğu lazımsız olduğu bir şey kimi baxır, məsələn, deyək, hansısa bir dərmana əhəmiyyətsiz baxır. Niyə? Çünki aldığı ki, söz ki var, o sözə əsasən bir komfort, bir hal hiss edib, yaşayıb, ya bir, deyək ki, kiminəsə hardasa oturub, yiyib, içib, bir musiqiyə qulaq asıb, hər nəsə bir şey edib, o oradan çıxmayacaq. Onu oradan, yəni, çıxa bilər oradan ki, orada qalası insan deyil, yəni onu da oradan çıxartmaq olar.
Amma mütləq şəkildə onun həqiqətlərini sındıraraq, məsələn, necə ki, bunu keçmişdən İslam tarixinə də baxanda görürük ki, müəyyən mənada bir var bacardıqları qədər ediblər, bir var ki, eləmək lazım olandan da artıq ki, hallar, işlər olub ki, ediblər ki, qırılıb gələnlər gəliblər, qırılıb gəlməyənlər o inatkarlıqların içində qalıblar, amma başa düşməyiblər. Çünki o, məsələn, deyək ki, Əli İslam kimi kişi ola bilməzdir ki, başa salmasın ki, səndə nə baş verir. Çünki mənim sizdən eşitdiyim bir hədisə əsasən, hər kəs dilinin altında gizlənib kimi belə bir söz var ki, danışdığım kimsənsən. Əgər bu sözü deyən şəxs bunu deyirsə, danış sən deyim kimsən, mən abrını aparmaq məqsədim demir ki, yəni danış kimsən, kəşf edeyim səni. Yəni, kəşf olun ki, diri qala biləsən. Kəşf olun ki, özünü tanıyasan. Həqiqəti inkar eləməyəsən. Bu lazım deyil ki, sən Allahı qəbul edəsən, özünü qəbul edəsən. Yəni ki, ehtiyac yoxdur ona. Ona görə o söz mənim üçün hər dəfə minbərlərdən eşidəndə mənə zövq orada verir ki, doğrudan da belədir ki, o deyim ki, danış, deyim kimsənsən, kimisə abır aparmaq məqsədi yox idi. Təbii ki, bu söhbətlər fərdi olacaqdır, olubdur, indi də olur ki, elə o kişilər edirlər o söhbətləri. Onlar bu dünyada var, yoxdurlar məsələsi deyil. Zaten yoxluq kimi bir şey ümumiyyətlə yoxdur. Heç elmi sferada yoxdur. Kvant biologiyası hoşuma bu şeyi itələyir. Təbii ki, Quranda da bu barədə bəs qədər məlumatlar var ki, siz onlar barəsində bilirsiniz. Ki, hər halda insan özü, yəni hər bir deyilən sözün fərqində olub və dərin yaşamaq istəyirsə, diqqətli olmalıdır. Diqqətli olmalıdır. Çünki biz dövriyyənin yaradılışın tərkib hissəsiyik. Bizim yaradılışda sanki elə bil ki, bu söz düz olmasa düzəldər, sanki şərikliğimiz var, əlimiz var orada. Elədiyimiz hər bir şey yaradılışdır. Yəni, biz vasitəçi olaraq bu həyatda dediyimiz söz, elədiyimiz bir iş, əkdiyimiz bir ağac, yetişdirdiyimiz bir insan, hamısı yaradılışın bir hissəsidir. Yəni, biz o potensialları bizim içimizə dolu hal, bizi bu dünyaya dolu halda göndərə bilər. Maksimum məlumatdır, informasiya, məlumat dolu bir kitabxana ilə ki, hansı ki, bizim heç ondan xəbərimiz yoxdur. O kitabxanadan ki, o kitabxana nədir? Ki, böyük bir, hər bir kəsin içində elə bir kitab var ki, o kitabı özü ancaq istəsə lazım olsa oxuya bilər, ya da şansı ümüdür ki, insan onu oxuya bilər. Tam yox. Tam yox, amma oxunması mümkün olan yerə qədər oxumaq mümkündür. Bu qədər deyə biləcəyim. Bir dənə məsələ soruşmaqda məqsədim o idi ki, içində belə deyək, qıcığı olan, aqressiyası olan bir şəxs həmin o deyilən sözün özünədir, yoxsa sahibinə, bunu soruşmaqda məqsədim var idi. Bəzi insanlar var ki, belə deyək, ümumiyyətlə nə sözün özünü, nə də sahibini qəbul eləmir. Və la yəzidu zaliminə illə xəsara. Quran deyir, Quran barəsində buyurur ki, şəfadır, amma kimlər üçün? İnananlar üçün. Doğrudan da elə həkimə inansın, şəfa tapacaqsan da, sağ olacaq. İnanmasan, faydası olmayacaq. Amma kimin üçün ziyandır, hətta ziyandır burada Quran-ı Kərim ki, kimlər üçün? O insanlar ki, zalim, yəni belə deyirlər, aqressiyası var da, qəbul eləmirlər. Həqiqətin özü ilə düşməndilər. Bu insanlar təbii ki, ziyandan başqa bir şey olmayacaq. Onlar üçün negativ olacaq həmin söz. Amma bəzi insanlar var ki, belə deyək, onların, mən deyərdim ki, sözün sahibinə qarşı, məsələn, Quran-ı Kərimə qarşı sahibi kimdir? Allah, Allahın kəlməsidir. Hədisə qarşı sahibi kimdir? Məsum İmam Yəhud Həzrət Peyğəmbər sallallahu əleyh. Həmin o söz, məsələn, Əli əleyhissalam bir kəlmə deyir, bir kəlam daha doğrusu, bir kəlamı var. Bu kəlamı həmin şəxsə deyəndə, belə deyək də, məsələn, atır bir kənara, qəbul eləmir. Çünki Əli sözüdür. Əli əleyhissalama da aqressiyası var. Amma həmin sözü digər bir şəxsin, yoldan keçən bir şəxs, Həsən Qulu, məsələn, həmin sözdür. Və həmin enerjisi də var. Yəni, o xasiyyət də Əli əleyhissalamın xasiyyətidir. Baxmayaraq ki, Həsən Qulu deyir. Həmin adamdan qəbul edir sözü.
və çox da rahat olur o sözlə. Burada məsələ nədir? Yenə də həmin şəxsin özündədir də problem ki, deməli bu belə deyək, sözün özü ilə yox, sözün sahibinə qarşı aqressiyası var. Bu hardan qaynaqlanır? Bu da onun xoşu ilə, öz xoşuna gəlir. Yəni yatqın bir şeylər axtaran insan xasiyyətidir bu. Yəni o da onun yaşamışlığına bağlıdır ki, o enerjini o hardan alacaq? Biz negativ bir insan desin o sözü qəbul edir. Çünki xisləti o cür formalaşdırır. Elə belə fikrimi izah edə bildim də. Yəni. Biraz da məsələn açsız, dostlar da məsələn. Məsələn deyək ki, siz məndən sözün qəbul olunmaması deyək mənim kimi insanlar, sözün qəbul olunmaması normal. Niyə? Çünki o böyüklərdən söz eşitməyi xoşlayır. Əslində yenə xoşu ilə hərəkətlərdə, yəni xoşu istəkləri ilə. Mən kimi insandan söz eşitmək ona o qədər təsir eləmir. Çünki bunu deyən, məsələn deyək ki, yaş olaraq, iş olaraq, hərəkət olaraq, məsələn yaşadıq, məlum bir yerlərdir. Ona görə bəzi yerlərdə, məsələn Allahın görsənməməbəki səbəblərdir. Biri budur ki, görsənsəydi heç bir şey qəbul eləməyəcək, ya da sıfaqdadır. Bəlkə də bilmirəm, indi onu inşallah ki, izah edərsin. Amma demək istədiyim budur ki, xoşu ilə hərəkətdə olmaq. Məsələn, deyək ki, şəriətdə biz, ustadlar keçdiyi dərsdə biz görmüşük ki, şəriətdə yoxdur xoşu ilə hərəkət edilmək. Məsələn, ürəyimə yatmır burada namaz qılmaq, məsələn, ürəyimə dəstəmaz yatmadı. Orada ürəyimə yatmır yoxdur. Orada vəzifə olaraq o mütləq vacib olaraq. Qanundur. Qanun edirsən ki, dəstəmaz alırsan, bu cür almalısan. Yəni, ondan başqa cür eləsən, xoşun varsa, sənin o xoş ki var içərisində olan, o yaşanmışlığına düşünməlidir o insan. Çünki əgər orada xoşu aktivdirsə, baxmalıdır öz yaşanmışlıq. Və əgər özü baxa bilmirsə, müraciət eləməlidir bir kimsəyə ki, yenə deyək ki, Əleyhisselam demiş ki, danışsın və desinlər ona ki, o kimdir. Və niyə görə belə eləyir? Çünki getdikcə qalınlaşacaq və dərinləşəcək. Özünü düz biləcək, xoşu gəldiyi yerdə ibadət edəcək, xoşu gəldiyi yerdə ibadət olması da məsəl üçün hansısa bir zövq uyğun bir yer seçəcək. Yəni həmişə xoşu ilə hərəkətdə olacaq və həmişə də xəstə olacaq. İstəyir fizioloji, istəyir psixoloji xəstəliyi qaçılmazdır o insanda. Və belə insanlar da həyatımızda, dövrümüzdə nə qədər var ki, görüşsən, soruşsan, necəsən, həmişə deyəcək belə də. Yəni bu artıq xəstəliyi bilinir ki, xəstədir və müəyyən vaxt lazımdır ki, zühur eləsin o xəstəliyi onun bədənində fizioloji özünü göstərsin. Ki, razılaşma olmaq elə bir insanlar. Əla. Və bir dənə də bir şeyi öyrənmək istəyərdim. Özüm üçün məsələn maraqlıdır. Əslində müəyyən qədərini elə bu danışıqlarımızın əsasında öyrəndim. Bizim özümüzün, daha doğrusu cəmiyyətimizin əxlaqi baxımdan, həm də dini nəzərdən də, dini nöqteyi nəzərdən də yanaşma məsələsi bu cürdür də, belə deyək, sözlərin arasında olan, mən deməzdim negativ və pozitiv, amma cəmiyyətdə bu cür qəbul olunub. Məsələn, bir adi danışdığımız sözlər var, bir də məsələn, bəzi ifadələr var ki, işlətdiyimiz təhqir edici ifadələrdir. Cəmiyyət dilində söyüş deyirlər də olaraq. Bu söyüşün özünün mümkündürmü ki, məsələn, pozitiv tərəfi olsun? Niyə görə deyirəm? Məsələn, baş vermiş bir hadisəni məsələn danışardım. Mən həmişə də maraqlı olun mənim üçün. Amma istəyərdim bu barədə bir dərs danışardıq ki, biraz tam yenə də aydın olsun. Bizim böyük alimlərimizdən biri, adını deməyim qalsın. Bu deyir ki, bir gün bir yerə dəvət eləmişdilər məni, getdim, orada çıxış elədim, danışdım və söhbətimi tamamladım, insan kütləsi də çox idi. Düşəndə tribunadan bir nəfər gördüm, əllərini açıb belə gəldi, qucaqladı məni, o üzümdən, bu üzümdən öpdü, təşəkkür eləyir, dua eləyir məni. Mən də bu da təbii bir haldır da, yəni həmişə hara getmişik belə. Mən dedim, bu da o şəxslərdən biridir, amma deyir, mənə belə baxdı, dedi ki, mənə tanımadın ağa. Böyle baxdım, dedim, yox, tanımadım. Dedi, yaxşı, bax, mənə tanımadın, yadında qalmamışam. Dedim, yox da, tanısaydım, deyərdim də. Dedi, 30 il bundan qabaq. Belə dedim, yox, vallahi, ya o qədər adam görmüşəm mən. Dedi, 30 il bundan qabaq sən mənə söyməsəydin, mən indi adam olmayacaqdım.
Bir baxdım ki, insanların arasında mən söz-söyən deyiləm axı deyir. Bu da bu sözü deyir. Biraz yaxşı çıxmır bu söz. İstədim o rəhmətli Siyavuş deyir, adı yeri gidi oyana. İstədim belə deyəm buna, gördüm yox da ilişmişəm. Dedim ki, yaxşı. Necə olub məsələ? Deyir, indi bu danışır, həmin o hadisəni danışır. Deyir ki, bir 30 il bundan qabaq deyir, gəldim yanıma. Dedim ki, ağa məsləhət almaq istəyirəm səndən, buyur. Mənim bir balaca evim var, bir daxmadır, filan məhəllədə yaşayıram. Kasıbçılıqdır, fəqirlikdir, çatdıra bilmirəm, dolanışıq filan. İstəyirəm o evi satam, amma çox ucuz qiymət verirlər də. Məsələn də belə deyək də 40 min pul verirlər məsələn. Dedim, yaxşı, sən də soruşdun ki, yaxşı satsan nə edəcəksən? Dedim ki, sataram, gedərəm bir dənə məsələn maşın alaram, onu ilə sürücülük eləyərəm falan. Ailəm də kirayədə qalar da, ev tutaram, saxlayaram falan. Dolanışıq da bunun üçün. Dedim ki, məsləhət deyir. Dedim, yox, ağa satmaq istəyirəm. Deyir, sən bir dənə ayə dedin mənə. Yenə dedim ki, satmaq istəyirəm. Yenə başqa bir ayə dedim, biraz moizə elədim. Yenə dedim ki, yox, satmaq istəyirəm. Bir hədis dedin, nə bilim, daha söz qalmadı, hamısını dedin. Mən də elə sözüm bu oldu ki, ağa, yox, satmaq istəyirəm falan. Bir axırda qayıtdın ki, indi mən də bura tam şəkildə deyəm, dedim, sən nə uzun qulaq adamsan. Deyib, bu sözü dedim, mən sustum. Dayandım, deyir, çıxdım yanından, gəldim, oturdum evdə, axşam idi də. Sübhə qədər vuruşmuşam, deyir, mübarizə eləmişəm. Həm vicdanımla, həm şeytanla. Necə? Deyib, fikirləşdim ki, bu mənə bu sözü dedi ki, sən uzun qulaq adamsan, təhqir elədi də məni. İndi mən deyir, burada iki şeyin qarşısında qalmışam. Birincisi budur ki, o mənə təhqir elədi, deməli, düzgün insan deyil. Danışığını bilməyən adamdır, ədalətsizdir filandır. Mən onu insanlara deyim, tanısınlar bunu. Cəmiyyət üzrün alimi, qabaqda gedəni belə. Deyir, bunu fikirləşirdim. Bu birisi tərəfdən dedim ki, yox, bəlkə elə doğrudan da sən uzun qulaqsan, elə sözü düz deyib sənə. Deyir, səhərə qədər, indi uzun qulağam, bunu şəxsiyyətim qəbul eləmir. Amma deyim ki, sən ədalətsizsən, o da mənim vicdanım, imanım qoymur. Səhərə qədər deyir, bu ikisinin arasında vuruşdum. Sübh vaxtında dedim ki, yox, hələ sən uzun qulaqsan. O düz deyib sənə. Belə, bu qərara gələndən sonra deyir, səhər açılanda gördüm, qapı döyülür. Çıxdım qapıya deyir, gördüm ki, əli papqalı 1-2-3 nəfər kaçdığında gəliblər. Dedilər, bura plana düşür, bina tikiləcək burada. Bəs gəldilər, ölçdülər, pişdilər. Mən deyir, 40 minə satacaqdım evi, onlar mənə evimi qiymətləndirdilər 80 min. Mən deyir, orada başa düşdüm ki, deməli, doğrudan da mən uzun qulağam, ağa mənə sözü yerində deyib. Deyir, o uzun qulaqsan, yəni mənim deyir, həyatımı dəyişdi, işlərimi yoluna qoydu falan. İndi də deyir, şükür Allaha burada yaşayıram, hər şey də yaxşıdır falan. Gəldim ki, təşəkkür edəyəm sənə. Belə. İndi baxırsan, bəzən həyatda, bəzən ayə deyirsən, oturmur. Zaten, üzr istəyirəm, zaten o ağa, o seyid, o övrəyə, o kimdirsə, o böyük bir şəxsiyyət, zaten onun heyvani qulaqla qulaq asırsan mənə deyir. Yəni, o eşeği aşağılamaq və yaxud da o adamı aşağılamaq fikri olmuyor. Bu söyüş deyil zaten, bu tənbih xarakterli. Onu özünə tanıtdırıb. Yəni, o özünü kəşf eləmiş birisi olub deyənə belə sözlər istifadə edib. Çünki başqa niyə məhz o uzun qulaq belə deyib. Çünki o heyvanı qulaqla qulaq asılmış. O mənəvi qulağı eşitmirdi o sözləri. O söz yerində deyilib və onun xarakterinə, xasiyyətinə, ondan aldığı titreşmə əsaslanır. Yəni, o arif o sözü ona görə olar deyib ki, ondan nə alıbsa o dediklər, yəni o istəməyib bir görürsünüz, məsələn, diyalog aralarında bir müddət çəkib. Sanki bir seans tipidir. Yəni, son olaraq deyib, özdə o sözü o qəbullayıbdır. Çünki o söz deyilən söz təhqir kimi görsənsə də təhqir deyil, tənbih mənalıdır. Amma elmə deyilən bir şeydir. Niyə də o etiraz eləməyib, məsələ üçün deyil. Etiraz da eləyə bilərdi ki, belə bir söz demə, siz danışırlar, fikir verin, çox ki, dövrümüzdə bundan da günkü söz deyən kimi o adam onu qayıdıb deyirlər. Niyə? Çünki qarşı tərəf özü elə onu aşağılamaq istəyir deyə qarşı qulaq. O da onu hiss edir. O da onu hiss edir. Amma belə bir insanlar ki, onu aşağılamaq fikir yoxdur. Yəni, deməkdə məqsədi o idi ki, sən heyvanı qulaqla qulaq asırsan mənə. Ona görə o da mənəvi qulaqlara qapı açıq olsun.
Yəni o kişi o insan elə bir iş görüb ki, bəlkə də heç vaxt qiyamətə qədər o insan diri də qalsaydı, heç kəs o qapını onun üçün açmayacaqdı. Yəni bu sözlə hər dəfə deyilən söz müvəqqəti təhqir, tənqid kimi qəbul edirik. Elə hər dəfə deyilən söz o deyil. Yəni yenə deyirəm, xətrimizə dəyir, xətir və xoşa gəlməklikləri qoyub qırağa həqiqi versiyamızı çıxarsaq bizə, deyilən sözlərdən nəticə çıxardarıq. Bir də biz o yerdə olmarıq ki, biz o sözü desinlər. Çünki artıq düşünülmüş insan nəyi necə edəcəyini bir dəfə soruşur, bir dəfə də cavabını alacaq. Və daha artıq onda razılaşma kimi belə bir şeylər yoxdur. Yəni həqiqət sahibindən söz soruşursansa, o nə dedirsə, o cür analiz eləməlisən. Aydın deyilsə, açmağını istəyirsən. Açılırsa, sən yenə qəbullanmırsansa, deməli, burada bir nəfs var burada ki, məsələn, ona əgər satsaydı, hətta o 40 milə satacaqdı, məsələn, deyək ki, bir maşın alacaqdı. Bir ev alıb uşaqlarını yerləşdirəcəkdi, zaten yolunu atacaqdı. Qalan puluna yolunu atacaqdı. Maşın onu başqa məsafələrə aparacaqdı. Hər şeydən ayrılacaqdı. Oturub durduğu mühiti dəyişəcəkdi. Yəni, bir çox şeylər burada açıb çıxartmaq olar ki, nələr baş verə bilərdi ki, əgər o kişi o sözü ona deməsəydi. Deməli, onda bu cür yanaşaq da məsələyə ki, cəmiyyətin bugün, məsələn, qəbul eləmədiyi bəzi alçaldıcı sözlər ki var, söyüş deyək də, adlarını söyüş qoyaq. O söyüşdən, düzdür, onların biraz ağırı da var falan, normalda, belə deyək, normalda istifadə olunan, o əslində özü-özündə cəmiyyət arasında negativ sözdür də, negativ enerjili sözdür söyüşlər. Amma şəxsə görə, böyük şəxslərə görə təbii ki, onlar negativ olan cəmiyyətin negativ qəbul elədiyi, negativ enerjili sözü pozitiv enerjiyə çevirmək qüdrətləri, qabiliyyətləri var. Bu cür yanaşmaq düzgün olardı. Yəni demirəm, amma hər zaman elə söz deyən kimi də ki, hər zaman dursun. Məsələn, bizim cəmiyyətdə bəzi insanlar var ki, təbii ki, böyüklərdən söhbət gedir, yaşlı ağsaqqallardan məsələn. Onların məsələn, çox üzr istəyirəm sözümə görə, bəlkə ola bilər düzgün anlaşılmasın ha bu. Onların bəzən görsən təhqir edici sözlər də adama xoş gəlir. Çünki böyük kimi qəbul edirsən, ağsaqqal kimi qəbul edirsən. Hətta elə bil ki, o söz onlara yaraşır. Amma ondan başqası desə, təbii ki, insan demiş ki, xətrinə dəyər. Öyle bir şey o söz onlarındır. Əslində o tərbiyə edici bir söz kimi çıxırdı onların dilindən. Amma baxmayaraq ki, söyüşdür ya. Amma onların sözüdür, özəl sözləridir. Mən bu cəhətdən bilmək istəyirdim ki, yəni mümkündürmü ki, bir insan cəmiyyətin qəbul eləmədiyi söyüşü pozitiv şəkildə, yəni çevirib onu, negativi çevirib pozitiv enerji şəkildə insanlara hətta belə xoş təsir verəcək şəkildə, fayda verəcək şəkildə də desin. Yəni bu qüdrətdə, bu qabiliyyətdə olsun. Söyüş nə ki bizim Azərbaycanda ümumiyyətlə heç hərəkət normal qəbul olunmayan bir xüsusiyyəti var da, söyüş, aqressiyalı söyüş, titreşimi elə bir hal insanda yaradar ki, küskünlük yaşayar o insan xəbərin olmaz. Bizdə onu da deyirlər, qəlb qırmaq, yəni ürək sındırmaq kimi deyirlər. Amma söyüşü pozitivə çevirmək, bunun üçün yəni söyüş deməyək buna, deyək ki, tənqid deyək də, tənqid ya da təhqir deyək. Onu pozitivə çevirmək üçün mütləq şəkildə o qabaqda olan insan böyük olmalıdır ki, o sözü pozitivə çevirə bilsin. Çünki çevirmək pozitiv bu mənada ki, o başa düşə bilsin ki, qarşı tərəfin söylediyi söyüş, təhqir və tənqidləri əslində zaten ona qarşı deyil. Yəni o özünü söyür, özünə qarşı qıcığı var. Yəni özünün bir halı var, dəyişkən bir halı var ki, bu söyüşdən istifadə edir. Hərçənd kimisə xoşuna da gəlsə belə, bu insanın özündə problem var. Məsələn, budur ki, bu özünü söyür. Məsələn, bəzi insanlardan eşitdim ki, sanki siz müqəddəsləri söyür. Məsələn, deyək ki, arifləri, alimləri, fərq yoxdur. Hər bir sahədə böyük şəxsiyyətlər ki var, akademiklər söyüş söyür. O söyüş onları söymür. Zaten onun öz valideynlərdə, öz böyüklərdə olan qıcığı var ki, onlardan qalıb şüalasında, oradan qaynaqlanır ki, o söylediyi, onları söyür. Zaten o adamı söymürdü ki. Adamın məsələn, o hürrə dediyi söz ki, anam matəmində əyləşsin.
Məsələn, bu onun həyatını dəyişdi. Bədbəxt idi, gətirdi, xoşbəxt elədi. Özü də əbədi xoşbəxtlərdən elədi ki, bu günləri məsələn... Əslində o özünə deyirdi Hür. Hür onu, Hürcü söz demişdi. Əslində Hür o sözü eşitmək istəyirdi. Dəyişim, Hürün dəyişimi, yəni ağa istəmədiyi bir söz deməz yəqin ki. Yəqin ki, yox, əminəm. İmam Hüseyin salam, yəni ki, layiq olmayan kəsə layiq o sözü deməz. Əgər deyibsə, deməli, Hür özü istəyib o sözü. Amma necə istəyib, şuurlu Hürün ondan xəbəri olmayıb. Yəni, insanlardan agah olan Həzrət Hüseyin Əleyhisselam bilib ki, bu söz ona lazımdır demək. Yəni, niyə hamıya deməyib? Orada o qədər deyiləsə adamlar var idi o söz və yatqın idi. Mən olsaydım hamısına deyərdim. Elə deyir, yanında 5-6 nəfər hamısı deyir ki, anamız matəmizdə otursun. Amma məxsusən bir nəfərə deyilir. Çünki bu istəyir ki, desin. Çünki bir 50-50-yə bir düşüncə tərzi var qalıb orada. Əminlik bu tərəflərdə çox var. O söz itələri salıb ora. Yəni, yanaşma tərzi var da. O yanaşma tərzi ki, var ki, o Həzrət Hüseyin Əleyhisselam. Yəqin ki, o ötürmü var idi ki, o qədər qoşunun içində, yəni hidayət olunması belə bir sözlə mümkün olanlar ki, var idi. Onlar özləri fərqindəliyi yaşamırdı. Çünki onların beyni dünya olan meylə ki, fokuslu şəkildə idi. Onlar ümumiyyətlə bilmirdilər orada dayanan kimdir. Ümumiyyətlə söhbət olaraq, titreşim olaraq, məlumat olaraq o boyda anlamları yox idi. Yəni, heç bir müdaxilədə, olunan müdaxilələrin heç birinə də reaksiya vermədilər. Və bu gün də dövrümüzdə də belədir ki, söyüş, negativ mənada ümumiyyətlə işlənilir həmişə, amma olmaz bunu işlətmək. Hərçənd də işlədər insan özü bilməlidir ki, hər kimsə söyürsənsə, birinci yaxşı baxmalısan ki, bu özünü söymürsən, ehtiyatlı olmaq lazımdır. Çünki birdən aqressiyada söymüş olsan, bildirə bilərsən. Məsələn, qarşı tərəf, əgər sən özünü kəşf eləmiş insan olsa, biləcək ki, sən özünü söymürsən, heç kimi söymürsən. Bir dənə son olaraq, bir dənə mətləbə toxundunuz, onu istəyirəm deyim və onunla da tamamlayaq inşallah. Başqa da sözünüz olsa buyurun. Hür özü söz eşitmək istəyirdi. Çox gözəl bir dənə mətləbdir bu. Hələ sualım bu olsun, bu ilə da tamamlayaq inşallah. Allah müvəffəq eləsin hamımızı. Biz söz eşitmək istəyirik. Əgər istəyiriksə, kimdən eşitmək istəyirik? Biz hamımız söz eşitmək istəyirik. Biz ünsiyyət həsrətindəyik. Əslində bizim hamımızın həsrəti var içində. Ailəmiz, uşaqlarımız, dostumuz, valideynlərimiz var. Hamısı yerindədir. Allah hamısını canı sağ eləsin. Amma hamımız həsrətdəyik, söz həsrətindəyik. Biz zaten yaşadığımız bəzi acılar, zaten yaşadığımız bəzi qeyri-adekvat görsənən həyat tərzi, o hamısı bizim həsrətdən doğur. Məsələn, biz gözümüzü kəşf eləsək, deyək ki, danışmağa bir sirdaş tapa bilsək, ki, təbii ki, sirdaş var, danışa bilsək, yəni bildiklərimiz ki, bizi, o bilgilər ki, hansı ki, biz bilirik, o bilgilər bizə niyə kömək eləmir? Çünki altda dayanan, yəni çox aşağıda, bu mənada deyirəm ki, aşağı dediyim ki, başa düşürsün, yəni çox dərinliklərdə dayanan bir küskünlük və incimişlik hallar ki, var insanın daxilində. Ona rəğbən insan onu özündə zühur elətdirə bilmir. Həqiqətə dayanan bəzi söz eşitmələr ki, var, məsələn, zövq aparma ki, var sözlər, meyillərinə uyğun, yenə deyirəm ki, xoşuna uyğun sözlər eşitməyə özünü meyilləndirir. Bu qədər. Təşəkkür edirəm. Allah müvəffəq eləsin. Sizə də təşəkkür edirəm. Çox sağ olun, zəhmət çəkdiniz. Allah müvəffəq eləsin. Allah bizi söz dinləyən yox, söz eşidənlərdən eləsin inşallah. Sağ olun. Sağ olun.